Tezden gittim anama, yine de tekti. Dedim ki ay ana, niye tek kalırsan gelsene bize. Dedi ağırın eviniz dardı. Elə bil yatmışdım, qəfil oyandım. Otaq da gözümdə sanki daraldı. Her gün eşitdiyim adi sözlerden bu söz tuttu məni, yamanca aldı. Bir ayrı gözlə baxdım otağa. Otaq adi otaq, mebelsə çoxdur. O qədər şeylərə əsir olmuşuq, evdə anaya da yerimiz yoxdur. Zəhmət çəkib əziyyətlə 5 bala saxlayıb böyüdüb salıbdı yola. İndi insafdı mı qoca vaxtında həmdəmi sirdaşı 4 divar ola. Ən dadlı tikəsini bizə verərdi. Az yeyər, hamıdan o tez doyardı. Deyirəm görəsən tək bir otaqda o 5 çarpayını necə qoyardı. Hər bizə gələndə tezlə qayıdıb, heç vaxt gecəliyib bizdə qalmayıb. İşə bax, bir geniş, böyük otaqda tək ona, anaya yerim qalmayıb. Ana bərəkət, ana neymətdir. Ana olan evdə ruzu da olar. Ana nəfəsi ilə qızınmayan kəs, quru bir ağac tək saralıb solar. Ataq pəncərədən bütün əşyanı, cəhənnəm olsunlar, sındıraq, qıraq. Ən yaxşı otaqda yuxarı başda anaya yer salaq